Salam, axşamınız xeyir. Deməli, gilasda tozlanma üçün hazırlayıb göndərdiyim dərmanlar haqqında danışacağım və istifadə qaydası haqqında. Deməli, sizə göndərilən paketdə bir qabda 66 qram BNOA, ikinci şüşə bankada CA4, CA7, B6, yəni giberalik asid 4, giberalik asid 7, benziladenin və brasinostroid tərkibli qarışıqlardır. Üçüncüsü isə 3 qram maye olan şprisdə qablaşdırılmış 2,4D dixlorofenoxasetik asiddir. Giberalin və BNOA xaric digərləri hamısı nanomolyar ölçüdə miqdarlardadır. Məsələn, B6 benziladenin 0,2 ppm, 2,4D dixlorofenoxasetik asid 1,2 ppm, brasinostroid 0,6 ppm olmaqla hazırlanmışdır. 3 ayrı qablaşdırmada göndərilməsində səbəb bu saf maddələrin birbaşa saf konsentrasiyasının qarışdırılması hansısa zərərə səbəb olacağındandır. Yəni, BNOA tək qablaşdırılmalıdır, giberalinlərin içinə B6, brasinostroidlər qatıla bilər, amma 2,4 dixlorofenoksi qarışdırılmaz, onlara qarışdırılması doğru deyil. Ona görə də 2,4D də ayrıca şprisdə göndərilib. İstifadə zamanı BNOA-nı çiçəklənmədən bir həftə qabaq, meyvə gözləri tam yaşıl olanda, quru qabıqdan tam təmizləndikdən sonra tətbiq edilir. Bankada olan benziladenindir, giberalindir, brasinostroiddir və üstündə də əlavə 3 qramlıq 2,4D'dir. Bunları da ümumi 200 litr suda qarışdırılıb hazırlanır və meyvələr mərci boyda olduğu dövrdə verilməsi məsləhətdir. Yəni, tam çiçəklənmədən bir həftə sonra. Mərci boyda meyvə tutumu artıq yerə tökülməyə hazırlaşan, anormal meyvələrin, mayalanmamış meyvələrin töküləcəyi dövrə girməmiş. İkinci hormonlama tətbiq edilməlidir. Burada gecikmə baş versə, o meyvələri saxlamaq mümkün olmayacaq. Bu kompleks hormonlar bitkidə partenokarpiyanı təmin etməklə toxumsuz gilas sayını çoxaldacaq və məhsuldarlığı 70%-dən də çox bəzən meyvə verməyə zorlayacaq. Burada toxumsuz deyəndə gilasın içində toxumu olur. O toxumun içindəki toxum var, həmin toxum olmur da. Yəni, demək istədiyim gilasın xaricindən neysə bilinmir də, bu partenokarpiyadır. Bu proses əslində təbiətdə, ağaclarda təbii olaraq rastlaşılan proseslərdir. Məsələn, xurma ağacında mayalanma getmədən də meyvə tutumu əldə etmək mümkündür. Və hətta şişpirin xurmada mayalanmış meyvələr bazar dəyərini itirmiş meyvələr sayılmaqdadır. Bəzən şişpirin meyvəsində mayalanma baş verdiyi halda meyvələrdə toxum əmələ gəlir və içi qaralır. Bu da meyvənin bazar tələblərini pozur. Xurma ekomühitində əkilmədiyindən yaz vaxtı mayalanması baş verə bilmir. Nəticədə toxumsuz partenokarp meyvələr əmələ gəlir. Bu prosesi ağaca təmin edən hormonlar bugün gilasda təklif edilən hormonlardır. Bəzən olur ki, yaz ayları xurmanın mayalanmasına uyğun olur və ya yaz qabağı yarpaqdan flower powder və yaxud flower bomb deyilən preparatlar tətbiq edilir. Nəticədə şişpirin çevrilir olur xirnik. Bəzən bilməməzlikdən olur, bəzən indi bir şəkildə təklif edirlər ki, flower powder vur. Bu şəkildə nəticəsi də, yəni demək istədiyim, şişpirin çevrilir olur xirnik. Yəni, uzun sözün qısası. Bu hormonların konsentrasiyası hər ağac üçün ayrı olduğundan bugün təklif edilən konsentrasiya badam və gilas üçündür. Bunları izah etməkdə məqsədim odur ki, məhsulun tərkibindən xəbəriniz olsun və kim istəsə özü saydığım tərkibləri əldə edib istifadə edə bilər. 2,4D 3 milli deyil də, yəni 100 dəfə seyrəldilmiş, yəni saf 2,4D 100 dəfə seyrəldildikdən sonra ki, məhluldan 3 milli çəkmişəm. Yoxsa 1 tona 1,2 millidir. Bu da 200 litr üçün mən sizə göndərmişəm də. 200 litr üçün bu da 0,25 milli deməkdir. Bunu çəkmək həm mənə çətindir, həm sizə çətindir. Sizdə də hardansa əldə edəndə də kiçik miqdarları çəkməyiz çətin olacaq. Ya mikropipetləriniz olmalıdır, ya da göstərdiyim şəkildə seyrəltməlisiniz. 100 dəfə ən azı seyrəltməlisiniz, sonra istifadə etməlisiniz. Yəni 3 milli, 5 milli kimi rahat şprislərlə istifadə etmək olsun. Belə, yəni demək istədiyim, dərmanı göndərmişəm, bəzi yoldaşlar onun tərkibi haqqında maraqlanır. Mənim üçün maraqlı deyil. Mənim istehsal da, düzünü desəm istehsal da eləmək istəmirəm.
Sadəcə ehtiyacı var ölkənin. Bilirəm ki, görürəm ki, bu faktiki olaraq ölkənin ehtiyacıdır da. Yəni ölkə bir şəkildə gilas bağlarının bir çoxu 50%-dən çoxu, bir çoxu deyəndə 50%-dən çoxu fırıldaqçıların əlindən keçib də. Yəni nəticədə də bunun zülmünü 5 ildir, 10 ildir, 7 ildir, 8 ildir, bəzi bağlarımız var 15 ildir. Həmin o fırıldaqçıların zülmünü çəkir, hələ də davam edir. Hələ də ümidlə gözləyir ki, oradan məhsul götürəcək. Yəni mən demək istədiyim, istehsal eləmək heç həvəsim də yoxdur, marağım da yoxdur. Ümumiyyətlə Azərbaycanda da heç ümumiyyətlə həvəsim yoxdur. Amma demək istədiyim, bu tərkibi paylaşıram. Hər kəs tərkiblə tanış olsun, istehsal eləmək imkanı olan, istehsal qabiliyyəti olan, onsuz da mən təklif eləsəm də, eləməsəm də, hər hansı bir dərman mövzusunda paylaşan kimi bir də görürəm bir aydan sonra həmin tərkibdə dərman bazardadır. Yəni demək istədiyim, yenə də mən halal eləyirəm, yenə də problem yoxdur. Kim istəsə bu problemlərini bu şəkildə aradan qaldıra bilər. Çünki təbiətin özünün verdiyi informasiyadır, bu zarın verdiyi informasiya deyil. Yəni xurmada da yeni proses gedir, digər ağaclarda da partenokarpiya prosesi təbii proses də gedir də. Yəni təbiətdə təbii partenokarpiya deyilən bir proses var. Yəni həmin o təbii partenokarpiyanın mikrobioloji ümumi fəaliyyəti anlayandan sonra, yəni hər ağac üçün ayrı konsentrasiyanı qurmaq mümkündür. Belə, bu qədər. Allah xeyrinizi versin. İnşallah ki, içinizdən biri tapıb istehsal eləyər. Eləməz də gələn il mən özüm çalışaram ki, istehsal eləyəm.